15-ci məhəllə Sumqayıtdır. 15-ci məhəllə Sumqayıt şəhəri. 85 nömrəli yataqxanadır. Baxın, görürsünüz o yük qaldıran maşını, kranı. Bax, burada da körpə uşaqlar olur. Körpə uşaqlar düşür aşağı, qışdır, yaydır. Uşaq düşmək istəyir, nəfəs almaq istəyir. Yəni ki, qəfəsdə saxlamaq uşaq mümkün deyil də, qəfəs deyil bura. Uşaq da düşür. Bax, orayla buranın arası bir addımdır. Nə qədər bura kranlar gətirmişsən, görürsən. Bax, o yük qaldırırsan, düzdür. Maşallah, get-gedə də bina qalxır. Və sən, ay buranın tikər şirkət, dəfələrlə də gəlmişik, sənə məlumat vermişik ki, yaydır, uşaqlarımız təhlükədədir. Bir insanı gəlib yaşadığı yerdən köçürərlər başqa yerə, sonra Allah xeyrinizi verirsiniz, nə tikirsiniz, nə inirsiniz, o bizlik deyil. Gəlin tikin. Və siz körpə uşaqların içində gətirib arxada belədir, arxada tikirsən, burada, orada. Biz qalmışıq akrojeniyada. Nə gecə yatırıq, nə gündüz yatırıq. Dəfələrlə getmişik ofisinə, şirkəti. Heç birinin evində xəstə var, birinin evində xəstə uşaqlar var. Burada yaşamaq qeyri-mümkündür. Bizi köçü, ondan sonra Allah xeyrini versin. Onsuz da pula deyiblər, dağa deyiblər kimdən qorsan, deyib pullu da. Siz pullusunuz, biz adi insanıq da, yəni fəhləyik. Sizlə başa düşürük, bu dəqiqə söz sizinkidir. Amma belə olmasa, belə olmaz əziz. Millətin balası təhlükədə. Bu devlət, hara baxır? Bax, hələ qalxdıqca böyük kranlar gətirirsən, böyük texnikanlar gətirirsən. Bu cənab prezidentimə səslənirəm. Bizi xahiş edirəm, səsimizə səs verəsən, bizi bir tərəfə çıxar. Belə olmaz ya, baxın, kranları görürsünüz də yəqin ki, o bina qalxdıqca daha da kranlar çoxalır. Xahiş edirəm sizdən, bizə bir əncam lazım. Valla çıxılmaz vəziyyət, nə gecə yata bilirik, nə gündüz yata bilirik. Arxa tərəf binanın arxası eyni bu vaxtda, arxadan da tikir, böyürdən də tikir, oradan da. Biz qalmışıq da, həqiqi də çıxılmaz vəziyyət.